Salam əziz sahibkarlar, necəsiniz? Gördüğünüz kimi Tovuz rayonunda kiçik bir gölümüz qaldı. Hər bir işi biz tərəfdən görülür. 20-nin 10'a 4 metrə dərinliyi. Görürsünüz. Gölümüzün bir tərəfi xıraşlıqdır, bu da Allahın möcüzəsi. Bir tərəfi isə torpaqdır. Bax, göllərin də məndən səhifədə tez-tez soruşsunuz. Bax, bu qayda kulonla olmalıdır əziz sahibkarlar. Dün bələminiz qazdırırsınız, səhər suyunu gölünüz bıraxanda başlayır o satsana uçmağa. Ona görə klonla, nə bacarsız həmişə gölünüzü klonla qazdırın ki, uzun ömürlü olsun. Hal-hazırda qazan sənətkarımız da bu işə bir nömrəli uzmandır. Bir də məndə müəyyən adamlar gəlirlər, səhifəmdə göllərdən bağlı suallar verirlər. Bunu mən səhifəmi izləyən hər kəs bilir ki, bu gölü Azərbaycana qazdırılmasıdır. Hansı formada olmasıdır, insanlara mən tanıtmışam, belə bir çıxmasın. Hər şeyi mən izah eləmişəm. Nə də lazım olur, kimlə zəng edir, heç işini mən görməsəm də belə bütün hamıya dəqiq məlumat verir. Ona görə xahiş edirəm, o boş-boş gəlib səhifədə yazanlar gəlib heç kim işlə yazmasın. Bunu bilənlər yaxşı bilir ki, bu gölün sərgəli qazılmalıdır, eləməlidir. Girin bir mənim səhifəmə baxın, paylaşımlarına. Ondan qabaq görün hələ belə sərgəli göl qazdıranlar, kulturun iş gördürənlər olubdurmu? Yəni etiraf eləmək lazım ki, bunu Azərbaycanı biz tanıtmışıq. Xahiş edirəm, yəni elə şeylər gəlib səhifədə lazımsız yazmayın. Bilənlər onsa bilir ki, bu işi kim gördürür, kimlər tərəfindən inanır. Çox adam yəqin ki, bu video qabağına çıxanlar olacaq da, yəni kim ki mənim səhifəmə baxışlar gördürüb, yəni yaza bilər. Bizdə yəni yalan yoxdur. Nə var, hamısı realdır. Və gölümüzdəki göz qabağımızdır. Bax, bir tərəf yenə deyim, xıraşlıqdır, bir tərəfdə torpaqdır. İndi bunu da işin tamamını inşallah səhifəmdə paylaşacağım. Səhifəmizi izləmədə qalın. Kimin də suvarma sistemindən, göllərdən bağlı, layihənin hazırlanmasından bağlı nə sual olsa, profildə də əlaqə nömrəm var. Bizdən əlaqə saxlaya bilərsiniz. Bəyənib takip etməyi unutmayın. Diqqətinizə görə çox sağ olun.